Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 10 sualdan ibarət sınaq izahı paylaşacağım sizə və bu 10 sualın izahından sonra sizin üçün hər şey daha aydın olacaq və vacib məqamlardan testlərin üzərində sizə çatdırmış olacağım. Bu arada onlayn dərslərimizə qeydiyyat başlayır. 5-ci və 11-ci siniflər, 5-dən 11-ə kimi aralıqda olan bütün siniflər dərslərimizə qoşula bilər. Fərdi və qrup şəklində onlayn dərslərimiz tədris edilir. Azərbaycan dili, ingilis dili və riyaziyyat. Məlumat üçün mesaj bölməsinə yaza bilərsiniz. Gəlin başlayaq. Uşaqlar deyir ki, hansı cümlə təhsilli hallı isimlə başlayır? Bax, birinci sualın şərtini yaxşı anlamaq lazımdır. Bizdən nə soruşur? Təhsilli hallı isimlə başlayır. Təhsilli halda olacaq və isim olacaq. Sualı anladıq. Təhsilli halla başlayacaq və isimlə başlayacaq. Gəncləri bir yerə yığmaq elə də çətin olmadı. Kimi deyib buna isim deməyəcək. Demişdim ki, başlanğıc forma əsasdır. Atıram qrammatikləri gənc. Necə? Sifətdir. Üçüncü, başlanğıcı saydı. İsimli şəkilçilərə getdi. Başlamadı ki, düzdür, təhsilli haldadılar, amma isim deyirlər. Uşaqları çox ağıllı və savadlı idilər. I üstüdür. Görən kimi elə bilməyin, təhsilli haldır və biz bilirdik ki, bu həm mənsubiyyət ola bilər, həm də ki, təhsilli hal ola bilər. Bu zaman biz nə edəcəyik? Biz onun sözünü artıracağıq. Onun uşaqları çox ağıllı və savadlı idilər. Deməli, burada nə olacaq? Mənsubiyyət olacaq və adı xalda olacaq. Tarixi hadisələr bizə çox şeydən xəbər verir. Necə hadisələr? Tarixi hadisələr. Amma desək ki, tarixi sevirəm. Nəyi sevirəm? Tarixi sevirəm. Bu zaman olacaq, deməli, təhsilli hal. Yoxdur burada. Həyatı doya-doya yaşamaq lazımdır. Nəyi yaşamaq lazımdır? Həyatı. Deməli, burada olacaq təhsilli hal və salam, həm də həyat isimdir. Hansı ismin halını dəqiq təyin etmək olur? Dəqiq təyin etmək olur deyən kimi uşaqlar milli olanların içərisindəki sözlərdən götürəcəyik. Çünki biz millilərdə 100% bilirdik ki, mənsubiyyətdə düşür, mənsubiyyətdə düşəcək, halda saiti düşməyəcək. Məsələn, elə cavab ağıldır. Ağıl sözündə bilirik ki, qapalı sait var və burada düşübsə 100% mənsubiyyətdir. Düşməsəydi təhsilli olacaqdı. Çünki yalnız mənsubiyyətdə düşür, halda düşürmür. Bunlarda bilməyəcək. Bunlar sadəcə cümlə daxilində bilmək olar. Çünki alınma sözlərdə, ki, hecalı, qapalı saitlə bitənlərdə hər halda düşmə olur. Onun üçün dəqiq deyə bilmərik. Davam edək. Hansı cümlədə azaltma dərəcəsində olan sifət var? Bu çox çətin deyil. Qaydaya uyan bir, yəni qaydaya tabi olan bir hissədir. Ağappaq çoxaltmadır və bir də belə səhv eləməyin ki, cümlənin əvvəlində ağappağı gördünüz və salam cümləyə axıra kimi baxmırsınız. O, ən böyük səhvlərdən biridir. Axıra kimi diqqətli olun ki, siz testin üzərindədir hər şeyiniz. Yəni, vacib 1 balınız belə əsasdır. Axıra kimi baxmalısınız, görürsünüz ki, yox imişdi həqiqətən də. Onun oğlu sarışın. Aha, bəli, sarışın azaltma dərəcəsidir, morfoloji üsulundandır. B-ni götürəcəm. Ən yaxın dostum. Burada artıq çoxaltmadır. Gözəl adidir, laləli adidir. Buradakı gözəl zərfdir. Bu feilə aiddir, bununla işimiz yoxdur. Zərf təyin vəzifəsindədir. Ən çox təyin vəzifəsində olan zərflər uşaqlar bunlardır. Aşağı, yuxarı, ən çox bunlar olacaq. Mavi gözləri bizə dənizi xatırladırdı. Ümumiyyətlə, burada baxaq görək, zərf varmı? Mavi göz bizə dəniz xatırlatmaq. Burada zərf yoxdur. Evin aşağı mərtəbəsindən qəribə səs gəlirdi. Nə gəlirdi? Səs gəlirdi. Haradan gəlirdi? Evin mərtəbəsindən gəlirdi uşaqlar. Orada aşağına hansı deyə bilməzsiniz. Çünki bu üçüncü növ təyini söz birləşməsidir. Onun ortasında bu söz qalır və bu təhlil edilməyəcək. Ona görə cavab B deyil. İçəridə harada gözləyən var. Burada artıq zərf zərflikdir. Biz yuxarı məhəllədə yaşayırıq. Kim? Biz. Harada? Məhəllədə. Hansı məhəllədə? Yuxarı. Bəli, artıq burada yuxarı zərfi müstəqil şəkildə hansı sonuna cavab verdi? Təyin oldu. Kənddəki sifətdir. Ən dərin quyu bizim həyətdədir. Ümumiyyətlə, bu cümlədə zərf yoxdur. Bunu işləməyin ən rahat qaydalarından da
Zərf deyəndə sözlərə tək-tək baxın, çıxdaşlarınızı eləyin, zərf olan cümlələri saxlayın, sonra da nə edəcəksiniz? Təyin axtaracaqsınız. Uşaqlar deyir ki, biri yanlışdır. Adı xal mübtəda olur. Ümumiyyətlə, mübtəda olması üçün bir sözün və ya söz birləşməsinin mütləq adı xalda olmalıdır. Yiyəlik hal daha çox, deməli uşaqlar, biz bilirik ki, daha çox yiyəlik hal mənsubiyyəti ilə bərabər cümlə üzvü olur da. Amma istisna olaraq bir dənə xəbər vəzifəsində yiyəlik hal olanda cümlədə mənsubiyyət olmaya bilər. Məsələn, bu kitab sənindir. Yəni, bir dənə yiyəlik hal xəbərdə olanda kimindir? Burada mənsubiyyətsiz cümlədə işlənə bilər. Bu düzdür. Yerli hal zərfli olur. Harada sualını verəndə, kimdə nədə tamamlıq olacaq. Yönlü hal haraya sualı zərflikdir, kimə nəyə tamamlıqdır. Təsirli hal cümlənin xəbəri olmaz. Deməli, təsirli hal ismə aid qrammatik şəkilçilərdən yalnız üçünü qəbul edir. Halı qəbul edir, mənsubiyyəti, bir də cəmi. Adı xalda həmçinin halı qəbul etmir, digərlərini qəbul edir. Özünü yoxdur. Düzəltmə say deyəndə, bax, bunu sizə qəsdən veriblər. Incini görən kimi elə biləsiniz ki, burada düzəltmədir uşaqlar. Və burada ikinci say da var axı. İki sözdən ibarət olan sözlər quruluşuna görə mürəkkəb olacaq. Deməli, bu mürəkkəbdir. Sadəcə mürəkkəb sıra sayıdır. Bu sadədir. Bu biraz mürəkkəbdir. 80 amonim sayıdır. Feillə amonim olur. 80mək və 80 sayı. Azacıq. Acıq burada sayım şəkilçisindəndir və bu da həm zərf ola bilər, həm də say ola bilər. Feilə aiddirsə zərf, ismə aiddirsə say. Yazılışı ilə tələffüzü fərqlənir. İdrak heç bir şey, təbəssüm heç bir şey, sılsıda heç nə olmur, rəssam heç bir şey, kar şəkilçisi, t-dıya keçməz, çünki məna dəyişəcək. Sənətkar sənət peşə deməkdir. D-yə keçirsəz artıq oradan vəsiqə, qiymətli kağızdan söhbət gedir deyə olmaz. Karla keş şəkilçisində də k-nın g-ya keçməsi yoxdur. Ona görə bu deyil. Ehtiyacda h-t olan və yaxud e-h-t olanlarda t-d-ya keçmiş olacaq. Ehtiyac və c ilə bitənlərdə c-ç olur. Ehtiyac. Belə. Altından xətt çəkilən söz zərfdir. Yaxşı ismə aiddir, sifətdir. Biraz danışmağa aiddir, miqdarını bildirən kəmiyyət zərfidir. Maraqlı kitaba aiddir, sifətdir. Bu feildir. Qabaq sıra hansı sıra? Sifətdir. Cavab olacaq B variantı. Hansı cümlədə saydan sonra gələn ismin yazılışında səhvə yol verilib? Bir insanın sözü ilə bir çox insanı, uşaqlar biz bilirik ki, bir çox, bir sıra. Bu qeyri-müəyyən miqdar sayılarından sonra isim həmişə cəmdə olar. Buradakı insan sözü də təkdədir. Bu larlərlə olmalıydı. Deməli, burada bu ismin yazılışında səhvə yol verilib. Min söz, müəyyən miqdar sayılarından sonra gələn isimlər 99% təkdə olmalıdır. Bir dənə ildir, aydır, gündür, əsrdir. Zaman bildirənlər larləri qəbul edə bilər. Məsələn, 1000 illər, aylar, günlər, əsrlər, 100 illər. Bir dənə bunlar. Nəşriyyatımızda hər il yüzlərlə, deməli bunlardan sonra tək də ola bilər, larla ilə larcadan sonra. Tək də ola bilər, cəm də ola bilər. Deməli, heç bir səhvlik yoxdur. Biri sənin haqqında çox yanlış fikirdədir. Bu çox ədatdır. Kimsə sənin haqqında, yox, bu da deyil. Xeylidən sonra xeylidir, azdır, biraz, bir neçə. Bunlardan sonra təkdə olacaq və təkdədir. Heç bir problem yoxdur. Mübtədası feili birləşməklə ifadə olunan cümlə. Qışın ən sərt vaxtları artıq geridə qalmışdı. Nə? Qışın vaxtları. Bu əsas tərəfi isimdir. Və bu üçüncü növ təyini söz birləşməsi. Yiyəlik və mənsubiyyət. Bu ismi birləşmədir. Günəşin şəfəqləri qamaşdırdı. Nə? Günəşin şəfəqləri. Bu ismi birləşmədir. Tədbirə dərsini yaxşı oxuyanları çağırın. Kim çağırsın? Siz. Bunun mübtədası buraxılıb. Kimi çağırın? Tədbirə, daha doğrusu dərsini yaxşı oxuyanları çağırın. Hara? Tədbirə. Bu ayrı olacaq. Burada birləşmə, feili birləşmə tamamlıqdır. Həyatı sevərək yaşayanlar həmişə bir addım öndədirlər. Öndədirlər. Kim öndədir?
həyatı sevərək yaşayanlar. Bu olacaq, deməli, mübtəda. Burada feili sifət var. Bunları birləşdirdi, özünə tərkib yaratdı və feili birləşmənin növü elə bu tərkiblərdir. Cavab D-dir. Gözəllikdir, sevgidir. Nə? Mənim tanrım. Bura isimdir, ismi birləşmədi, yiyəlik, mənsubiyyət. Bununla işimiz yoxdur. Cavabımız oldu nə? D bəndi. Uşaqlar, səhifəyə dəstək olmağı, kanala dəstək olmağı unutmuruq. Hər kəsə uğurlar.